19-20-ci əsrlərdə 19-cu əsr Osmanlı tarixinə baxdığımızda əslində dəyişən bir mənzərə yox idi. Əksinə vəziyyət daha da ağırlaşacaqdı. 18-ci əsrdə olduğu kimi 19-cu əsrdə Osmanlı dövlətində iqtisadi, siyasi və sosial dərin böhran keçirilirdi və mərkəzi hakimiyyət daha da zəifləmişdi. Artıq vilayət başçıları da burada öz bildikləri kimi hərəkətlər edirdilər. Hətta bəzi yerlərdə özlərini müstəqil dövlət də qurmuşlar. Yəni bu tipli proseslər həyata keçirilirdi Osmanlıda. 19-cu əsrdə adətən Avropa dövlətləri Osmanlının daxildən parçalanma yönəlik planlar qururdular. Rusiya Balkanlarda bu prosesi həyata keçirirdi. İngiltərə Misirdə prosesi həyata keçirirdi. Fransa isə Əlcəzairdə bu prosesi həyata keçirəcəkdi. Yəni bunlar artıq Osmanlıları parçalamağa yönümlü siyasət idi. Bundan bərabər Anadoluda da vəziyyət ağır idi. Oradakı üsyanlar da davam edirdi və mövcud idi. Əhalinin də vəziyyət getdikcə ağırlaşmışdı və getdikcə Osmanlı dibə doğru çökməyə başlanmışdı. 19-cu əsrin əvvəllərində Avropada, biz qəzetə keçəcəyik bunu, Napolyon bir çox geniş işğalçı yürüşlər keçirmişdi. Təbii ki, bilirsiniz də 18-ci əsrdə də Misirə hücum eləmişdi Napolyon, Osmanlı torpağı olan Misirə hücum eləmişdi. Ona görə də problem artıq bu Napolyon problemi Osmanlını Rusiya ilə yaxınlaşdıracaq. Bunlar hətta 1805-də bir-birlərinə müqavilə imzalayırlar. Lakin Ruslar dinc daya bilməyəcəkdi. Sultan 3-cü Səlimdən bu tərəfə etibarən Moldava və Valakiyaya iddialar irəli sürəcək. Və bu iddialar 1806-1812-ci Rus-Osmanlı müharibəsini başladacaqdı. Rus-Osmanlı müharibəsi təbii ki, bu müharibə Rusiyanın qələbəsi ilə Osmanlı məğlubiyyətinə bitəcəkdi və Buxarest sülh müqaviləsi imzalanacaqdı. Buxarest sülhü imzalanması şərtlərinə görə Moldava və Valakiya belə deyək, qalır Osmanlıya, Bessarabya verilir Rusiyaya. Bir də Osmanlı Rusların Cənubi Qafqazda, bunu da keçəcək, 1-ci Rus-Qacar müharibəsi nəticəsində əldə elədiyi nailiyyətləri tanıyacaqdı və buna səsini çıxartmayacaqdı. Və bundan sonra Osmanlı xarici siyasətdə Fransa ilə bir yaxınlaşma bir prosesini həyata keçirməyə başlayacaqdı. Sonra bu dövrdə Balkanlarda da belə deyək də məsələlər daha da dərinləşmişdi və kəskinləşmişdi. 1821-1829 aralığında Balkanlarda xüsusən Yunanların qiyamları olmuşdu. Hətta Yunanlar özlərinə bir müstəqilliyi də elan eləmişlər və Osmanlı bu müstəqilliyi tanınmaq istəmirdi və hətta bu Balkan qiyamına yatırmaq üçün əlavə qüvvələr göndərildi. Və bu məsələni belə deyək də Avropa dövlətlərinin diqqətindən çəkilmir və İngiltərə, Fransa və Rusiya bu məsələyə müdaxilə edir. 1827-də ultimatum verəcəkdilər ki, bəs Osmanlı Balkanlardakı qiyamların müdaxiləsinin qarşısını alsın və Balkanlarda kimlər istiqlaliyyət istəyirsə onun müstəqilliyini versin. Buna Osmanlı rədd cavabı verdiyi üçün 1827-ci ildə Navarin dəniz döyüşü olacaq. Navarin dəniz döyüşünün tərəfləri Osmanlı, Böyük Britaniya və Fransa olacaqdı. Bu müharibə Osmanlı donanmasının tamamilə çökməsi deməkdir. Və bu Osmanlı belə deyək də məğlub olacaqdı. Böyük Britaniya, Fransa qələbə qazanacaq. Üstünə bunun üstünə 28-də Qacarlarla müharibəni bitirən Rusiya Osmanlıya müharibə elan edir və bu dövlətlər arasında bir növ belə deyək də müharibə daha da şiddətlənəcək. Və bu üç dövlətlə müharibə təbii ki, Osmanlı gücünü aşacaq bir şeydir və Osmanlı məğlub olaraq 1829-cu ildə Ədirnə sülhünü imzalayacaq. Ədirnə sülhünə görə Osmanlı təzminat ödəyəcəkdi, Yunanistan müstəqilliyin tanınmasına bağlı öhdəlik götürəcəkdi. Sonra burada həmçinin belə deyək də Serbiyaya muxtariyyət verilməsi, Rumuniyaya muxtariyyət verilməsinə bağlı öhdəliklər də götürəcəkdi. Cənubi Qafqazın Rusiya tərəfindən işğalını təsdiqləyəcəkdi və Cənubi Qafqaza ermənilərin köçürülməsini razılaşacaqdı. Öz ərazisindən 90 min erməni köçürülməsi razılaşacaqdı. Bunu geniş şəkildə biz Rus-Qacar müharibəsi azbətalı keçəcəyik. Bundan sonra 1830-da belə deyək də Osmanlı Yunanistan müstəqilliyini təsdiqli və qəbul edəcək. Bu dövrdə Osmanlıda hakimiyyətə belə deyək də 19-cu əsrdə 2-ci Mahmud gəlmişdi. 2-ci Mahmud artıq bu məsələni həll etmək qərarına gəlir. Bütün bu islahatların qarşısını alan, bütün bu islahatları imkan verməyən Yeniçərini artıq məsələsini həll edəcək. 1826-cı ildə Yeniçəri qoşun növünün
ləğvi ilə bağlı qərar verir və bu üsyan qaldırır. Mahmudun bir mükəmməl sözü var. Burada aforizmi ya deyir dövlət başa ya da quzğun leşə. Yəni ya öləcəyik, ya biz dediyimiz olacaq, ya da biz yəni belə deyək parçalanacaq. Da bunlardan biri olacaq və nəticə etibarən Yeniçərilər 26 qərarını qarşı çıxacaqlar. O da İstanbulda Yeniçərləri qəşəng belə topa düzəcəkdir. Yeniçərilər də o topların altında qalacaqlar və nəticə etibarən islahatlar keçiriləcək. Adam iradəli çıxır. Digər Osmanlı sonra bezmişdir də nə qədər olar da Yeniçərilər gah qalxır, üsyan qaldırır, bunu atır, onu atır. Və buna görə 26-da Yeniçərilər 1830-cu ildə isə hərbi len sistemini ləğv edəcəkdir. Ümumi hərbi mükəlləfiyyət sistemini tətbiq edəcək. O tərəfdə dur. Ümumi hərbi mükəlləfiyyət sistemini tətbiq edəcəkdir və ordudu yeni tipli Avropa nümunəsində ordu quracaqdır. Plus bununla bu ordu islahatı. Bundan bərabər idarəetmə islahatını edəcəkdir. Avropa nümunəsində buna ordu deyək. Avropa nümunəsində nazirlik yaradacaq. İdarəetmə sistemində nazirlik yaradacaq. Bildiyiniz yəni nazirlikdə də Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Baş Naziri bu tipli yəni verirsiniz. Sonra bir də mədəni sahədə islahatlar keçirəcəkdir. Mədəni sahədə islahatlar artıq Osmanlılarda geyim dəyişikliyi olacaqdır. Fəs papaqlar var, qırmızı papaq görürsünüz. Onlardan taxmaya başlayacaqlar, qalstuk taxmaya başlayacaqlar, kostyum geyinməyə başlayacaqlar. Bu tipli yəni Avropa nümunəsində geyimlər olacaqdır və Osmanlılar belə deyək, 2-ci Mahmud bu sahədə çox böyük cığır açacaqdır. Yəni bir növ bəzi Osmanlı tarixçiləri hətta yeni Türkiyə Cümhuriyyətinin addımları və planlarının hətta burada belə bir növ belə deyək, atıldığını, Mustafa Kemal Paşanın buradan ilham aldığını deyilir. 2-ci Mahmud bundan sonra islahatlar proqramını hazırlayacaq. Lakin 2-ci Mahmudun ömrü buna yetməyəcəkdir, vəfat eləyəcəkdir və yerinə Əbdülməcid gələcəkdir. Əbdülməcid dövründə Gülxani Xətti Şərif imzalanır. 1839-da Gülxani Xətti Şərif və 1839-dan başlayaraq 76-cı illərə əhatə edən Tənzimat-ı Xeyriyyə dövrü. Tənzimat-ı Xeyriyyə dövrü islahatlar dövrüdür. Bir çox sahədə islahatlar keçirir. Ən əsas nə edəcəkdir? Bir məhkəmə sahəsində. Məhkəmə sistemində qayda qanun yaradılacaqdır. Yadda saxlanın, bir dövlətin ədalət sistemi işləmirsə, xalq birinci oradan narazı baş verir. Ədalət sistemi işləmədiyi üçün xalqın dövlətə güvəni sarsılır və dövlətə güvənməməyə başlayır və güvənəcək bir yer axtarır. Bu isə yəni vəziyyəti yaxşı olmayacağını göstərir. Birinci, məhkəmə sisteminin nəzarət artırılacaqdır. Hamı Osmanlı qanunları qarşısında bərabər hüquqlu olacaqdır. Osmanlı vətəndaşı adlı bir termin yaranacaqdır. Vergi toplanmasında da belə deyək də qayda qanun yaradılacaqdır və nizamlanacaqdır. Və bu aralıqda indi mən deyəcəm sizə kitabınız yoxdur amma hər ehtimala qarşı qeyd edirsiniz. 1853-1856-cı Ruslarla Krım müharibəsi baş verir. Krım müharibəsində Osmanlı İngiltərə Fransanın köməyi ilə qələbə qazanacaqdır və Paris müqaviləsini imzalayacaqdır. 1856-cı ildə Paris müqaviləsini imzalayır. Və ilk dəfə olaraq Osmanlı dövləti xaricdən borc alacaqdır bundan. Yəni borc alacaqdır. Yəni bunu biləsiniz. Sonra lakin bu dövrdə artıq Osmanlıda demokratik bir vəziyyət yaranacaqdır. Necə demokratik? Yəni müxalifi qruplar yaranacaqdır. Bu dövrdə Osmanlı Avropa tipli universitetlərin açılması, gənclərin Avropaya getməsi, orada təhsil alması, oradakı sistemi görüb Osmanlıda tətbiq etmə siyasətlərini yeritməsi, Osmanlıda bir növ belə deyək də yeni bir qruplar yaranması gətirir, gizli təşkilatlar yaranacaqdır. Bunlardan da biri 1865-ci ildə Yeni Osmanlı Cəmiyyəti idi. Yeni Osmanlı Cəmiyyəti nə istəyirdi? Avropa, İngiltərə nümunəsində bir dövlət admaq. Ölkəni parlamentli, monarxalı respublika çevirməsi və hətta parlamentli, monarxalı dövlət yaratmaq istəyir. Onlar sultan hakimiyyətinə loyal yanaşırlar, loyal yəni qanunu qalsın, olsun da yəni problem yoxdur. Amma sultanın hakimiyyəti məhdud olsun, hökumət, parlament və bunlar qərar versinlər və dövləti yönətsinlər. 65-ci ildə bu təşkilat yaranacaqdır. 76-cı ildə bunlar mitinglər başlayacaqdır və 76-cı ildə bəlkə də keçmişsiniz, kinosuna da baxmışsınız, Əbdülhəmid var. Yəni Osmanlı tarixində ən böyük külək dövrüdür. Yəni kinolardan yəni bilərsiniz. İkinci Əbdülhəmid. Mən bilməm nədir, amma yəni böyük küləklər dövrü sayılır. Mən şəxsən elə adlandırıram. Əbdülhəmidin dövrü başlayır. 76-da Yeni Osmanlılar onu hakimiyyətə gətirəcəklər. 1876-dan 1909-a kimi.
güclü xarakter olsa da, güclü şəxsiyyət olsa da, amma o dərəcədə göründüyü kimi elə deyil. Yəni, Əbdülhəmid gəldi və Əbdülhəmid hansı şərtlə gəlmişdi? Təbii ki, konstitusiyanı qəbul etsin və məclisi çağıracam şərtlə məclisi qanunu çağırır. Və 76-da konstitusiyanı qəbul edib və məclisi çağırır və bununla da ölkə parlamentli monarxiya çevriləcək. Monarxiya çevrilir. Parlament monarxiya çevriləcək 76-cı ildə. Lakin bu çox çəkməyəcəkdir. Əbdülhəmid də çox gümüş adamdır. Həqiqətən, yəni o deyir. İndi nə qədər deyirsə də 1878 Rus-Osmanlı müharibəsində Osmanlı məğlub olacaqdı və Osmanlı məğlubiyyətindən sonra deputatların bu məğlubiyyət hesabını sultandan sorulması, yəni tələb eləməsi və nazirləri cavabdeh olaraq məclisə çağırması Əbdülhəmidin beynini söndürəcəkdi, konstitusiyanı ləğv edəcəkdi, parlamenti 78-də qovacaqdı və belə eləyib despot rejimi yaradacaqdı, əlində saxlayacaqdı. Gələk Rus-Osmanlı müharibəsinə, Osmanlılar burada məğlub olacaqdı, San Stefano sülhünü və ya da Yaşıl Köy müqaviləsi imzalayacaqdı. Və lakin bu Osmanlıların məğlub olması, Ruslar ilk dəfə ki tarixlərində İstanbulun düz bir addımdan çapır. Yəni bir gün sonra İstanbuldaydı. Hətta bəzi mənbələr deyilir ki, belə 2-ci Aleksandr tarixi fürsəti qaçırdığı üçün ağlayırdı. İstanbulun fəthi fürsətini qaçıracaqdı. Avropa dövlətləri o Rusiyanın Balkanlarda güclənməsinin qarşısını almaq üçün, bu müqaviləyə baxmaq üçün Berlin Konqresini çağırır. Berlin Konqresinə görə Bolqaristan Osmanlının tabeliyində olan muxtariyyəti veriləcəkdi. Rumıniya, Serbiya, Çernogoriya müstəqillik əldə edəcəkdi. Bosniya-Hersegovina idarəsi verilir Avstriya Macaristana, Kiprin idarəsi verilir İngiltərəyə və bir də Qars Ərdahan Batum da verilir Rusiyaya və tərəflər əvvəlki ərazidə Şərqi Bəyazid Anadolu bölgəsinin bəzi hissələri Frakiyada qaytarılır Osmanlıya, yəni bu ərazidə geri qaytarılacaq. Dedik ki, despot rejim yaradacaq 2-ci Əbdülhəmid, amma buna baxmayaraq, yəni Osmanlıda müxalif qüvvələr güclənəcək. Bu müxalifət içərisində iddiatçılar dediyimiz mükəmməl şəxslərdir mənə görə, səhvləri olsa belə, yəni Əbdülhəmiddən də ən azından səhvləri olsa belə. 89-cu ildə İttihatçılar yaranacaqdı. İttihat Tərəqqi Partiyası. Bunlar kimlər idi? Ənvər Paşa idi, Nazım bəy idi, Talat Paşa idi, Mustafa Kemal Paşa idi. Yəni bunlar gələcək, bəziləri aralarının düşməsi olsa da gələcək Türkiyənin qurucularından biri olacaq. İttihatçılar Əbdülhəmid hakimiyyətinin qarşı çıxırdılar. Onlar 76 müqaviləsi konstitusiyasının bərpasını və parlamentin yenidən çağırılmasını tələb edirlər. Bunun üçün 1908-ci ildə nə edəcəkdilər? Qiyam qaldı Makedoniyada. Və Əbdülhəmidin gücü çata bilməyəcəkdi və 1908-də bütün qaydaları, qərarları qəbul elədiyini elan edir. Amma bu Əbdülhəmidi qurtarmayacaqdı. 1909-da Əbdülhəmid taxtdan gedərək 5-ci Mehmed Reşada yerinə buraxacaqdı və hakimiyyətdən gedəcəkdi. 20-ci əsr əvvəllərinə baxdığımızda Osmanlıda 1911-1912-ci illər Trablis müharibəsi. Trablis müharibəsi Osmanlı ilə İtaliya arasında baş verir və İtaliya qələbə qazanır. Osmanlı Afrikadakı sonuncu mülkü olan Liviyanı itirəcək. Sonra 1912-1913-cü ildə 1-ci Balkan Savaşı baş verir. Balkan dövlətləri Rusiyanın belə deyək də bir növ öyrətməsi ilə birləşirlər. Osmanlıya qarşı vuruşurlar və burada London müqaviləsi imzalanır və Ədirnə daxil bütün Avropadakı ərazilərin Osmanlılar itirəcəkdir. Amma Yunanistanla Bolqaristan arasında ərazi mübahisəsi olduğu üçün Osmanlı tez manevr eləyərək Yunanistan yanında çıxış edərək Bolqaristanla müharibəyə başlayır. Bu isə tarixdə 1913-cü ildə 2-ci Balkan Savaşı gedir. Balkan Savaşında Osmanlılar qələbə qazanırlar, Bolqaristandan Ədirnə və onun ətrafını geri qaytarırlar. Bu isə 2-ci tarixdəki Buxarest müqaviləsi götürəcəkdir. 20-ci əsrin əvvəllərinə baxdığımızda Osmanlı dövləti Avropa dövlətlərinin təcrisçiliyinə, daha çox İngiltərə, Fransanın sıxışdırılmasına yaxın qurtarmaq üçün Almaniya ilə yaxınlaşacaqları və 1-ci Dünya müharibəsi ərəfəsində Almaniya ilə Osmanlı arasında müttəfiq və ittifaq münasibətləri qurulacaqdır. Bu da sizin Osmanlı